Değerli kardeşler, dünya hayatını elə yaşayaq ki, sabah Rabbimizin huzuruna çıxanda peşman olmayaq. Namazlarımızı vaxtında qılaq, qəlbimizdə kin saxlamayaq, halal yeyək, halal qazanaq. Çünkü bu hayat bizim için bir yol, ahiret ise əbədi məkanımızdır. Peygamberimiz sallallahu aleyhi ve sellem belə buyurmaqdadır. Ağırlı insan olur ki, özünü hesaba çeker ve ölüm sonrası için çalışar, çabalayar. Bəli, ağırlı olmaq mal toplamakla değil, ahirete hazırlık görmekledir. Bir gün herkes öz əməlinin karşısında dayanacaktır. O gün ne ata oğluna, ne oğul atasına kömək edə biləcəkdir. O zaman yalnız iman ve salih əməl kömək edəcək. Değerli Müslümanlar, gelin özümüzü hesaba çekək, düşünək. Gelin Allah üçün tövbə edək, günahlarımızdan da üz döndərək. Çünkü Allah rəhimlidir, bağışlayandır. O səmimi qəlblə tövbə edirən bəndəsini bağışlayar. Yüce Rabbimiz ayet kəriməsində belə buyurmaqdadır. Ya eyyuhəllezine amanu tubu ilallahi tövbeten nasuha. Ey iman gətirənlər, Allah'a səmimi bir tövbə ilə dönün. Səmimi tövbə o tövbədir ki, insan eyni günaha bir daha qayıtmaz. Qəlbini saflaşdırar, niyyətini düzəldər. Belə insan üçün Allah həm dünyada rahatlıq, həm də ahirətdə səadət nəsib edər. Qardaşlar, unutmayaq ki, bu dünya bir kölgə kimidir. Sən dayananda o da dayanır, sən gedəndə o da gedir. Amma ahirət daimi yurt bizi gözləyir. Orada ne güneş yanar, ne kocalık var, ne ayrılık. Orada yalnız Allah'ın rızası ve ebedi cennet sevinci vardır. Rabbim bizleri cennetine koysun.